adamla 70 yaşında, 7 yaşında nəvəmi bu fövqəladənin işçiləri oradan son momentdə ölüm ayağında daha ki öz maskalarını çıxardıb veriblər onlara. Onları ölümlə xilas ediblər. Halal olsun bunlara dünya, halal olsun. Belə bir çevik uşaqlar yaradıb. Orada çevik insanlar var. O Qocarvadda tutublar hərəsi bir qolundan. Ev cəhənnəmə yansın, ev yansın. Bax o iki adamı ölüm ayağında son momentdə onları bax o 5-ci mərtəbədə tək qalmışmışlar yəsə. Hamı düşmüşmüş, heç kim yoxmuş. Bunlar tək qalmışmış. Buradan yerdən qışqırırmışlar ki, bir 3-4 dəqiqə fövqəladənin uşaqlar gəlir. Biraz da dayanın. Gələn kimi bax o tüstünün dumanın içində çıxıblar ora, nətər çıxıblar, nətər. Onlar oradan xilas edib, ölümdən xilas edib düşürdülər. Mən ömrüm boyu minnətdaram o nazirliyə.